Bugün, yəni 9 mart 2026 tarixində keçirilmiş buraxılış imtahanının ingilis dili suallarına baxacağıq. Dinləmənin düzü özü yoxdur məndə, amma cavabların sizə deyim ki, 1-də doğru cavabımız D variantı, 2 A variantı, 3-də A variantı, 4-də isə bu cürə yazmaq lazımdır. It connects the two banks or sides ola bilər of the çayın adını da yazaq. River. Biraz xəttim pis ola bilər, amma budur. 5-ci sualda sadəcə brave. 6-cı sualda isə spectacular. Bu qədər. Keçək qrammatika suallarına. 7-ci sualda bizdən opposite istənilir. Mən buranı silim. 7-ci sualda bizdən əks məna istənilir və çox rahat bir söz düşmüşdü. B variantı. Çünki bilirik previous əvvəlki, next isə növbəti əks mənadır. B variantı. 8-ci sualda bizim mübtədamız girl'dur və girl she olduğundan deməli bizim qayıdışımız ona uyğun olan herself olmalıdır. Keçirəm 9-cu sualda. Görürəm ki, burada to var və mən bilirəm ki, let və make feili ki var, özlərindən sonra nə to, nə ing istəmirlər. Burada isə to yazılıbdır. Deməli, 2 ilə 3 yanlışdır. Yanlışdırsa bizim doğru cavabımız olacaq D variantı. Keçirəm 10-cu suala. 10-cu sualın ikinci tərəfinə baxsam, orada best görərəm və üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi də bilirəm ki, Z artiklı vasitəsilə düzəlir. A-nı, D-ni və B variantını çıxarım. Birinci tərəfdə isə foto var. Plural dildə desəm, fotonun qarşısında artikl, EN artiklı qoyulmalıdır. Baxıram ki, heç birində yoxdur. Heç olmamağındandısa, Z olmağı daha yaxşıdır. Və burada which-dən də başa düşmək olar ki, bu fotonun dəqiqliyini müəyyən eləyiblər sanki, detay veriblər sanki. Ona görə Z artiklı qoyulur. 11-ci sualda harmful nəsə negativ bir məna olsun, benefitdə faydalı belə pozitiv bir məna olsun. Təzadlıq yarandı mı? Yarandı. Deməli, nə olmalıdır? But olmalıdır. O da doğru cavabımız C variantındadır. 12-ci suala baxırım. Burada çox rahat düşübdür. Biz bilirik də make-up sentence-də əsas bizə swapped düsturu lazımdır. Burada axırda olan t time'dır. Axırda olan p place, məkandır. Time-ı yəqin ki bilirik, zaman. Deməli, ən sonda zaman anlayışı gəlməlidir. Zaman anlayışı 20 minutes-dir. Yəni, bu 3 axırda olmalıdır. Yeganə bir dənə variant C variantıdır. For olmağı da yəqin ki bitmiş zamanlardan bilirik ki fordan sonra zaman anlayışı gəlməlidir. Ona görə fikir verirsiniz ən axırda 6-dır. Indication mətbəxdə məkan anlayışıdır. İndi 6-5-3-dən getsək C variantı alınır. Keçirəm 13-cü suala. A variantında is able to olardı. Həmçinin C variantında da to olardı. Baxıram, görürəm ki cümləmdə but var. Bu batın olmağı mənə göstərir ki, bayaq dediyim kimi, biri təsdiqdirsə, digəri inkar olmalıdır və ya tam əksi, biri inkardırsa, o biri təsdiq olmalıdır. Bu da Y variantındadır. 14-cü sualda bother sözü bilirik ki, nə isə narahat eləmək, kimsə narahat eləmək olsun. Annoy. Bir də C variantı. Deməli, C, D, Y variantı yanlışdır. Trust, yəni asan bir sözdür. Yəqin ki, hər kəs bilir. Believe, inanmaqdır. 2-yə də A variantı, B variantı doğru cavabımız olur. Mən bu hissəni bir dənə silim. Getdik. Bizdən 15-ci sualda compound istənilir, yəni mürəkkəb istənilir. Biz nə etməliyik? Şəkilçilərin hər birini çıxmalıyıq. Tion, hood, meant, nest. Getdi. Doğru cavabımız olur nə? Y variantı. 16-cı sualda qarışdırmırıq. Tamam, bu V'ni bildim. V'ndən sonra bitmiş zaman olmaz. Bunu hər kəs bildi, nə gözəl. C və D variantı yanlışdır. Bura kimə aydındır? Bizdən complete the sentence, yəni sentence tələb olunur. Sentence dediyim, yəni cümlə tələb olunur. Diqqətli olmalıyıq. B və Y variantına fikir versəz, hər ikisi dazdan başlayıb. Bu isə nədir? Sual. Yəni sual qurmağa çalışıb. A variantı doğru cavabımızdır. Hə, desəz ki, müəllim, axı burada sual var, mən sual qurmalıyam axı. Bu sual, onsuz da ən başa baxın, qələmi dəyişim.
Ən başa baxın, görürsünüz ki, do you know? Onsuz da burada sual qurulubdur. Cümlənin belə deyim də, pat deyə ortasında sual qurası deyirlər ki, sual onsuz da qurulubdur. Diqqətli olun. Amma 17-ci sual elə siz deyəndə. Baxın, onsuz da sualdır. Axırlardan da görürük ki, sual cümləsidir. Hamısı eyni olan haracandır? How many documents kimi, düzdür? Xəttimi çəkdim. Deməli, mən neyinirəm? Sual qururam, cümlə qurmuram. A-nı yeni çıxdım, düzdür? C ilə D variantı isə həm didi yazıb, həm idini yazıb. Həm didi yazıb, həm idini yazıb. Çıxıram. Doğru cavabım qalır. Hansı variant? B variantı. Keçim 18-ə. Talkdan sonra to gəlməlidir, bilirik. Asandır bu hissə. Nə haqqında, kim haqqında? Görürsünüz? Haqqında gəlir. Ona görə studentlara haqqında, tələbələrə haqqında, şagirdlərə haqqında talk elədilər, danışdılar. 19-da isə cümlədə göstəricimiz zəndir, müqayisə dərəcəsi. Deməli, hər iki tərəfdə nə olmalıdır? Müqayisə. A variantında ümumiyyətlə müqayisənin heç mısı yoxdur. C variantında more than er, B variantında more than er olmaz. Getdi mi? Getdi. D variantında birinci tərəfinin eri var, ikinci tərəfin eri yoxdur, yanlışdır. Amma üçüncü tərəf, Y variantımız doğrudur. Üçüncü tərəf deyirəm. Y variantımız doğrudur. Keçirəm 20-ci suala. 20-ci sual, bir də 22-ci sual biraz çətin kimi görünə bilər. 22 ümumiyyətlə yenidir deyə çətin gələ bilər. Amma ki, gəlin baxaq. Baxın, can't be o deməkdir ki, sənin bu feilin yanında tamamlıq yoxdur və ya feil də olmaya da bilər. Baxın, məsələn, 1-ə. Bu feilin went-dir də, düzdür? Go-nun keçmiş formatı. Yanında tamamlıq var, yox. Tamamlıq odur ki, loru dildə desəm, qəşəng bir dənə isim olsun. İsim yoxdur ki, yanlışdır. Məsələn, 3-ə baxın, feilimiz budur, düzdür? Qəşəng isim gəlibmi? Gəlib. Deməli, bu okeydir, düzdür. Yəni, kəndir. Bizdən isə kənd istənilir. 4-ə baxın, məsələn, so feildir. Feilin yanında qəşəng isim varmı? Var. Deməli, bu kəndir. Məndən isə kənd istənilir. 3-dən 4 düzdürsə, yəni kəndirsə, məndən də kəndi istədiyinə görə 1-dən 2-dir. Gəlin, davam edeyim mən bu hissədən. Buranı təzdən silim. Baxın, uşaqlar, feilimdir. Feilimin yanında qəşəng bir dənə mübtədə yoxdur ki, desəz ki, the park, xeyr, to gəlib burada. Sanki istiqaməti göstərir burada. Deməli, yanlışdır. 2-yə baxın, 2-də heç feil yoxdur. Qaldı ki, tamamlıq. Deməli, yanlışdır. 1 və 2 doğru cavabımız olur nə? A bəndi. Daha sonra keçirəm 21-ci suala. 21-ci sualda baxın ki, when var, when-dən sonra have gəlməz, will gəlməz. Gələcək zamandırsa, deməli bu tərəfdə nə olmalıdır? İndiki zaman olmalıdır. Gələcəkdən keçmiş zamanı uzlaşdıra bilmərik axı biz. Ona görə B variantı olacaq doğru cavabımız. 21-ci sualda isə yeni tipdir. Baxın, ezəni yazmışamsa, gərək burada bir not olardı, düzdür? Məsələn, batı yazmışamsa, batın bu yanı gördüyümüz kimi təsdiqdir. Deməli, batın bu yanı isə inkar olmalıdır. Y variantı da yanlışdır. B variantında necə inkardır, so isə təsdiqdir, olmaz. C variantını çox uşaq yazıbdır. Deyiblər ki, sodu ay qaydasına. Birincisi, cümləmiz təsdiqdirsə, bu tərəfimiz də təsdiq olmalıdır. İnkarın yeri yoxdur. İkincisi də ki, neyzə do ay deyirik biz. Burada baxın, neyzə, burada hersiz isə diddir. Yanlışdır, gərək bununla bunun yeri dəyişik olardı. Yanlışdır. A variantı isə doğru cavab.